İngilis dili niyə inkişaf etmir? Çünki hələ Boost Akademinin innovativ tədris proqramı ilə tanış deyilsən. Sizə danışarkən cümlə quruluşunda etdiyiniz səhvlərin, natamam ifadələrin və ı kimi fasilələrin aradan qalxmasında, minlərcə söz öyrənməyinizə rəğmən bunları danışığınızda tətbiq edə bilmədiyiniz vəziyyətlərdən azad olmaqda, həmçinin dinlədiklərinizi danışığınızda tətbiq etməkdə sizlərə yardımcı olacaq möhtəşəm tədris proqramı ilə gəlmişik. Siz özünüz tələbə Ümidin hədsiz fasiləli danışığını, ı kimi problemlərini, cümlə quruluşunda yaranan qrammatik problemləri necə aradan qaldırdığımızı növbəti videoda Ümidlə tanış olarkən görə bilərsiniz. Hi, my name is Ümid and my last name is Ahmedullayev. I am 19 years old and my family, there are 6 people. I want to improve my English. Hello everyone, today I want to talk about Boost Academy and how much I have grown since joining. When I first time come here, my English was extremely unstructured. Even though I knew basic grammar rules, I struggled to apply them in conversation. To be honest, I could barely speak at all. However, thanks to Boost Academy and my teacher, Aishan, I can now express myself fluently and without hesitation. I can respond questions instantly, and the best part of this, I started thinking in English. I am truly grateful to Boost Academy for this incredible progress. Elə indi rəydə istəyirəm yaz ki, öz şəxsi inkişafında öz rolun olsun.